Bəzən mənə deyirlər, sən ateliersən, mühüm strateji obyekti necə idarə edə bilərsən? Əsas sorğulamaq istədiyim budur. Atelier olmaq heç də aşağılayıcı iş deyil. Atelçi olmaq milli təhlükəsizlik, diplomatiya, strategiya, kommersiya və insan idarə etməsini birləşdirən bir sənətdir. İnsanların çoxu titula və keçmişə baxaraq qərar verir. Elə bil kresloda oturmaq bacarıqlı olmaq deməkdir. Rəhbər yalnız kresloda oturmaq üçün yox, qərar vermək üçün seçilir. Qərar vermək isə həm maliyyəni, həm idarə etməni, həm də insan faktorunu balansda saxlamaqdır. Sənədlərin mahiyyətini anlamayıb, başqasına yönləndirib rəy almaq və bunu qərar belədir saymaq doğru deyil. İllərlə eyni yerdə işləmək sadəcə komfortlu vaxt keçirməkdir. Təcrübə isə yalnız öyrənəndə, dəyişəndə və yeni düşüncə gətirməklə gəlir. Ona görə də düzgün sual belə olmalıdır. Bu insan burada nə edə bilər? Onun bacarığı və vizyonu bizi hara apara bilər? Və unutmayaq, insanı məhdudlaşdıran kreslosu deyil, dar düşüncəsidir.